Mayeli manometrin membranlı qutusunu mayəyə nə qədər dərin batırsaq, onun qollarındakı maye sütunlarının hündürlükləri arasında fərq də bir o qədər artır. Yəni, manometrin qutu ilə əlaqələndirilən qolunda təzyiq artdığından oradakı mayenin səviyyəsi daha da aşağı düşür. Deməli, mayenin yerləşdiyi qabın dibinə göstərdiyi təzyiq maye sütununun hündürlüyündən asılıdır. Manometrin qutusunu maye daxilində hər hansı dərinlikdə saxlayıb, membranlı səthi yuxarı, aşağı və yanlara çevirək. Qabdakı suyun dərinliyi dəyişmədiyindən manometrin göstərişi də dəyişmir. Bu hadisə təsdiq edir ki, eyni dərinlikdə maye daxilindəki təzyiq bütün istiqamətlərdə eynidir.